Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əsəbi adamam, özümü cəmləşdirə bilmirəm. Nəsə deyib sonra peşman oluram. Dəyməyin mənə, qoyun Allahın verdiyi ömrü yaşayıb. Nə bilim nə vaxt dünyamı dəyişəcəyəm. Xəbər verilir ki, bu sözləri əməkdar artist Yusif Mustafayev rəngarəng verilişində deyib. Müğənni yazılan şərhləri tənqid edib. O bildirib ki, mənfi rəyləri yazdıranlar elə sənət adamlarıdır. Yazırlar ki, get otur nəvələrinlə oyna, nə istərsən millətdən. Millətin başına dönüm, aramızda olan naqislər sənət adamlarıdır. Kimisə öyrədirlər ki, ona mənfi söz yaz. Məndə nevroz var, gəlin üzümə deyin. Üzünü tərifləyir, keçir kənara o sözləri yazdırır. İnsan bir sifətli olar.